Ən böyük arzun nədir sənin? Böyüyəndə nə olmaq istərsən? Müəllimə olmaq istəyirəm. Nə gözəl, nə müəlliməsi olmaq? Azərbaycan. Bəs Aliyəni ən xoşbəxt nə edir? Ən çox nəyə? Kəmalə xanım. Emin nəyi çox sevir? Ən çox nəyi çox sevirsən? Ən çox Aha. maşın düzəltmə. Maşın düzəltmə. Onda böyüyəndə sən nə olacaqsan? Maşın ustası. Spiderman olacaqsan. Necəsə uçacaqsan ömür. Hara uçub getmək istəyirsən? Və İlhamənin evinə getmək istəyirəm. İlhamənin. İlhamə kimdir? Niyə onun evinə getmək istəyirsən? Maraqlı nə var orada ömür? Kiçik hədiyyəni təbrik edirəm səni. Gəl səni qucaqlayım. Ən böyük arzun nədir? Nə olmaq istəyirsən? Nə edirsiniz gün ərzində burada? Gün ərzində həm dərs oxuyuruq, həm Elnur müəllimənin otağında əl iş eləyirik. Günel, böyüyəndə nə olacaqsan? Diş həkimi. Sən də diş həkimi olacaqsan. Həyatımı təsvir edirəm ki, gözəl keçəcək. Gözəl eləməyə çalışacağam. Hər şey düzəltməyə çalışacağam. Sən qucaqlaya bilərəm. Bəli. Uşaqların bir-birini sevməyi, sevgi dolu bir-birlərinə bacı, qardaş kimi danışmaqları həqiqətən bunun belə deyim, səbəbkarı sizsiz. Gəlin cəmiyyət olaraq elə edək ki, özgə uşağı olmayaraq hər bir uşaq doğma evində olsun. Hər vaxtınız xeyirli, uğurlu olsun. Ava Story podkastının növbətin çəkilişini edirik. Bugün Uşaqlar günüdür və bugün Kəmalə Ağazadənin rəhbərliyi ilə uşaq sığınacağında çəkiliş edirik. Bəzən biz düşünürük ki, hər bir insanın böyük hekayələri olur, amma balaca körpə uşaqlarımızın heç bir hekayəsi olmur. Əslində bu belə deyil. Hər bir körpə övladlarımızın qəlbində böyük bir hekayəsi var. Bugün mənim yanımda çox gözəl, çox narin, zərif bir Zəhra balamız var. Zəhra, istəyərdim sən özünü bugün təqdim edərdin. Mənim adım Zəhradır, 10 yaşım var. 10 yaşın var, nə gözəl. Zəhra, mən istəyərdim sənə belə bir sual verim. Ən böyük arzun nədir sənin? Böyüyəndə nə olmaq istərsən? Müəllimə olmaq istəyirəm. Nə gözəl, nə müəlliməsi olmaq? Azərbaycan. Azərbaycan dili. Sən çox sevirsən öz ana dilimizi. Bəli. Nə gözəl. Sevirsən kitab oxumağı, Zəhra? Deyə bilərsən, sonuncu dəfə nə kitab oxumusan? Dostumla oxumuşam. Qısa bizə deyə bilərsən nə qeyd olunubdu kitabda, Dostum nə mimi danışılır? 2-ci sinifdə oxuyur və o çox gözəl oxuyur. Hər gün 5 alır, 56-cı sinifdə. Nə gözəl. Sən də çox oxuyacaqsan, böyüyəndə Azərbaycan dili müəlliməsi olacaqsan, düzdür? Bəli. Nə gözəl. Bəs Zəhra, səni ən çox nə xoşbəxt edir? Kəmalə xanımın özü. Kəmalə. Bura, məkan olaraq bura. Bəli. Burada sənin çox dostların var. Bəli. Bəs günləri necə keçir burada? Əla. Necə oynayırsınız? Uşaqlarla yeyinirsiniz, qızlarla məsələn, maraqlı nə, bir dənə maraqlı bir şey danışa bilərsən mənə? Məktəbə çıxırıq, məktəbdən gəlirik, yeməyimizi yeyirik, sonra uşaqlarla oyun oynayırıq, dərslərimizi eləyirik, yatırıq və kinolara baxırıq. Aha, Kəmalə xanımı çox sevirsən. Bəli. Nə gözəl. Kəmalə xanım da sizlərin hamınızı çox sevir, düzdür? Zəhra, bu günlərin biz sizə sənin üçün kiçik hədiyyə hazırlamışıq. Ava Story podkastı adından bu gözəl hədiyyə sənin üçündür. Ümidvaram çox bəyənəcəksən. Çox sağ olun. Növbəti qonağım Aliyədir. Aliyə, özünü təqdim edə bilərsən? Sağ ol, mənim adım Aliyədir, 12 yaşı var. Nə gözəl. Aliyə, ən çox nəyi çox sevirsən? Nəylə məşğul olmağı sevirsən? Dərs oxumaq. Ay maşallah. Ən çox hansı fənni sevirsən? Riyaziyyat. Riyaziyyatı nə gözəl. Çətin deyil sənin üçün? Yox. Yox. Məncə Aliyə, riyaziyyat ən çətin fəndir. Sən bunun necə öhdəsindən gələ bilirsən? Bilmirəm, xoşuma gəlir. Xoşuma gəlir, nə gözəl. Bəs böyüyəndə onda elə başa düşürəm ki, sən riyaziyyat müəlliməsi olmaq istəyirsən. Ay, nə gözəl. İnşallah mən inanıram ki, sən böyüyəndə arzuna çatacaqsan. Bəs Aliyəni ən xoşbəxt nə edir? Ən çox nəyə? Kəmalə xanım. Aliyə, olar bir günün haqqında danışasan. Necə keçir sənin bir günün burada? Mənim yaxşı bir gün. Səhər durub nə edirsən məsələn? Ən yaxın rəfiqən var burada qızdan, yoxsa hamısına eyni mehribansınız? Hamısı eynidir.
Eyni mehribansınız. Sənin nə qəşəng hörüklərin var. Kim elib sənin hörüklərini? Özüm vermişəm. Özü hörə bilirsən? Ay maşallah. Aliyə, bilirsən də bu günlərim uşaqlar günüdür. Mən səni təbrik edirəm. Çox sağ Hər ol. zaman xoşbəxt ol. Hər zaman üzün gülsün və bu Çox kiçik hədiyyə bizdən sənədir. Ümid edirəm bəyənəcəksən. Olar səni qucaqlayım. Bəli. Növbəti qonağım Emindir. Emin istəyirəm özün təqdim etsin. Necəsən Emin? Yaxşıyam. Özün təqdim edə bilərsən? Neçə yaşın var? 6. 6. Emin nəyi çox sevir? Ən çox nəyi çox sevirsən? Ən çox Aha, maşın düzəltmə. maşın düzəltmə. Onda böyüyəndə sən nə olacaqsan? Maşın ustası. Vau, hansı maşını ən çox sevirsən? BMW. BMW. Mən də Emin ən çox BMW-yi sevirəm. Emin burada xoşbəxtdir. Emin gün ərzində nə edirsən? Səhər yuxudan durub uşaqlarla nə edirsən? Sən uşaqlardan duran kimi yemək yeyirik, sonra oynayırıq. Oynayırsınız. Eminin ən yaxın dostu kimdir? Ən yaxın dostu. Ən yaxın dostum Şeyd. Düşünək. Hamısı. 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 Nə gözəl. Emin, yemək yeməyi sevirsən? Amma deməzdim, elə bir sevmirsən yemək yeməyi. Ən çox nə yeməyi sevirsən? Dolma. Dolma. Bu gün də dolma yeyəcəksən. Mən sənin üçün dolma gətirmişəm. Yeyəcəksən dolma. Olar mən də səninlə bir yerdə oturarıq, biz bir yerdə yeyərik. Emin, bu günlərim uşaqlar günüdür. Mən səni təbrik edirəm. Sənin üçün kiçik belə hədiyyəmiz var. Buyur. Ümid edirəm bəyənəcəksən hədiyyəni. Kəmalə nənəni çox sevirsən. O da sizləri çox sevir. Sağ ol Emin. Sağ ol. Bugün mənim məşhur qonağım Ömürdür. Ömür, özünü təqdim edə bilərsən? Buyur. Adın, yaşın? Neçə yaşın var Ömürün? 4 yaş. 4 yaşın var. Aferin. Ömür ən çox nəyi çox sevir? Marojnanı. Marojnanı. Ömür, biz sənə sürpriz etmişik. Bugün marojna gətirmişik. Ömür, nə yaxşı açki taxmısan və mənə də açki vermisən. Niyə açki taxmışıq biz? Çünki çəkdəşə. Daha qəşəng görünəcək. Çox sağ ol Ömür. Bəlkə açkımızı çıxardı bizim gözlərimizdə görsünlər. Aferin. Ömür böyüyəndə nə olmaq istəyir? Mən böyüyəndə ispardım olacaq. Aferin, o nədir? Spiderman olacaqsan. Neyniyəcəksən? Uçacaqsan Ömür. Hara uçub getmək istəyirsən? Və İlhamənin evinə uçub getmək istəyirəm. İlhamənin. İlhamə kimdir? Niyə onun evinə getmək istəyirsən? Maraqlı nə var orada Ömür? Mənə çox maraqlı bir dənə bir şey var. Nə var? Nə var deyə bilərsən? Kukla Barbisi var. Sən sevirsən kuklaları? Həqiqi? Barbilərini Barbilər sevirsən? Hə. Ömür, mən bilsəydim sənə Barbie də gətirərdim. Amma mən elə bildim sən maşın sevirsən. Bax, mən sənin üçün hədiyyə gətirmişəm. Amma bağışda da bu Barbie deyil. Bu başqa hədiyyədir, maşındır. Baxarsan, yaxşı? Gələn dəfə mən sənə Barbie kuklası gətirərəm. Sevirsən sən? Niyə? İlhaməyə də gətirər. İlhamiyə də. İlhamiyə mən hədiyyə gətirmişəm, amma gələn dəfə İlhamiyə də sənə də Barbie kuklası gətirərəm. İkiniz bir yerdə oynamaq istəyirsiniz? Bəlkə Barbie'nin evini gətirim sizə. Hə. İstəyirsiniz? Mən söz verirəm sizə. Mən Amma Barbie gətirmə, evini gətir. Barbie'n var. Şkafı da var, yatağı da var. Hər şeyini gətirəcəm. Kravatı olsun, şkafı olsun, içində Barbie'lər olsun. İstəyirsən? Yaxşı, sən İlhamiyə Qapısı da olsun. qapısı da olacaq. Mən özüm gətirəcəm. Özüm səni İlhamiyə gətirəcəm. Yaxşı, Barbie, ikiniz oturub oynayarsınız bir yerdə. Ömür, sənə bir sual verə bilərəm. Kəmalə nənəni çox sevirsən? Lap çox. Kəmalə nənə səni işləndirmir? Yox. Və səni nə xoşbəxt edir Ömür? Mən o istəndirirlər. Sən o işdən niyə işləndirsən? Bəzən işləndirirsən. Ömür, Bir də onun evinə gedirəm. Kəmalənin evinə geysən, Kəmanəyə gedəcəm. Kəmalənəngilə. Sevirsən Kəmalənəngildə olmağı? Bəs Ömür ən çox nəni oynamağı sevir? Barbie'dən başqa. Spiderman, Barbie. Ən sonuncu birində denən, bir də nəni oynamağı sevirsən? Maşa ilə ayını. Maşanın ayını. Ömür, maşınları sevmirsən sən?
Yox. Bəs niyə biz hədiyyəmizi geri götürək? Qalsın bu dəfə, yaxşı? Ömür, bugün uşaqlar günüdür, bilirsən. Mən səni təbrik edirəm. Bu hədiyyə də sənin üçündür, amma söz verirəm sənə Barbie'nin evindən Barbie kuklası göndərəcəm, bir də Maşa göndərəcəm. Yaxşı? Bir də aynı. Aynı baş üstə, bir də aynı. Ömür, bir dənə də sonda ən çox nəyi sevir yeməyi? Yeməyi kaşa. Kaşa, nə kaşası? Belə ilə. Nədir o? Belə çörəyə batıra-batıra yeyirsən? Yox, qaşıqla götürürlər, pişirlər, ondan sonra da yeyirlər. Yeyirlər. Nə kaşası? Manlı kaşa? Yaxşı. Mən amma sevmirəm kaşanı. Mən sevirəm. Sən sevirsən. Mən də səni çox sevdim. Olar səni qucaqlayım. Gəl qucaqlayım səni. Sağ ol Ömür. Növbəti qonağım çox balaca, çox narin bir qızdır. Tanış edə bilərsən, özünü təqdim edə bilərsən. Adın nədir sənin? İlhamə. İlhamə neçə yaşı var? 5. 5 yaşı var. Ay maşallah. İlhamə, nə olmaq istəyirsən böyüyəndə? Həkim. Həkim, nə həkim olmaq istəyirsən? Diş həkimi. Diş həkimi, aferin. Baxım sən dişlərinə. Amma qəşəng sənin dişlərin var. Qorxmursan İlhamə həkim olmaqdan, dişləri işləməkdən qorxmursan? İlhamə, səni ən çox nə xoşbəxt edir? Marajna. Marojna, sənə marojna gətirmişik. Nə gözəl. Sən də marojna sevirsən. Bəs nəyi ən çox sevirsən yemək? Marojnadan başqa? Kaşa. Kaşa, nə kaşa da kaşa sevirsən. Ay maşallah. Bəs diş həkimi olanda birinci kim müalicə edəcəksən? Səni. Məni, aferin. Düz deyirsən İlhamə, mənim dişlərim ağrıyır. Bəzən dişlərim belə şişir. Sən məni müalicə edəcəksən. Aferin, çox sağ ol. Kəmalə nəyi sevirsən? Bəs İlhamənin dostları çoxdur burada. Ən yaxın dostun kimdir? Güney. Güney. Mən eşitdim ki, İlhamə bir də Barbie ilə oynamağı çox sevir. Sən sevirsən Barbie ilə oynamağı. Bugün uşaqlar günüdür, bilirsən. Biz sənə kiçik hədiyyə getmişik. Amma burada Barbie olmasa da mən sənin üçün Barbie göndərəcəm. Yaxşı? Barbie və Barbie'nin evi. Yaxşı? Bax, kiçik hədiyyəni təbrik edirəm səni. Gəl sən qucaqlayım öpüm. Növbəti qonağım istəyirəm özün təqdim etsin. Buyur. Adın nədir sənin? Salam, mənim adım Könüldür, 9 yaşım var. Aferin, Könül, nə gözəl qızsan sən. Nə qəşəng sənin hörüklərin var. Kim hörüb hörüklərini? Bacım. Bacın, ay maşallah. Bacının adı nədir? Nərmin bacı. Nərmin bacı. Nərmin səndən böyükdür. Bəli. Aferin. Ən böyük arzun nədir? Ən böyük arzum Nə olmaq riyaziyyat istəyirsən? müəlliməsi. Ay maşallah. Çox sevirsən riyaziyyat fənnini. Nə gözəl. Çətin deyil sənin üçün. Bəlkə biraz çətindir. Biraz çətindir, amma sevirsən, düzdür. Bəli. Yəni hər gün riyaziyyat elminə məşğul olursan, yoxsa başqa digər fənlər də öyrənirsiniz? Riyaziyyat. Riyaziyyat. Bəs səni ən çox nə xoşbəxt edir Könül? Ən çox hər şey. Hər şey. Burada xoşbəxtsən. Bəli. Çox padruqaların var, rəfiqələrin var. Bəli, çoxdur. Çox. Oynayıram onlarla. Bir yerdə oynayırsan. Nə ilə oynayırsan? Məsələn, gizdampaç. Sonra qaşda tutdu, sən də, mən də belə. Şəkil çəkməyi sevirsiniz. Bəli. Müəllimə oynayarsınız. Bəli. Aferin. Könül, bugün uşaqlar günüdür. Mən səni təbrik edirəm. Çox sağ olun. Bu kiçik hədiyyə bizim podkastımızın adından sənin üçündür. Təşəkkür Sağ olun. edirəm. Səni qucaqlaya bilərəm. Təşəkkür edirəm Könül, sağ ol. Növbəti qonağımız çox gözəl bir qızdır. Mən istəyirəm o özünü təqdim etsin. Adın nədir sənin? Mələk. Mələk, sən nə gözəl qızsan. Adın kimi Mələksən. Nə gözəl gözlərin var sənin. Neçə yaşın var sənin Mələk? 4. 4. Mələk, böyüyəndə nə olmaq istəyirsən? Polis. Oo, maşallah. Polis olmaq istəyirsən. Niyə polis olmaq istəyirsən? Çünki ən sevdiyim polisdir. Polisdir. Niyə polisləri sevirsən? Uşaqlar polislərdən qorxurlar axı, bilirsən də. Bəzən uşaqlar polislərdən çox qorxurlar. Sən qorxmursan polislərdən. Aferin olsun sənə. Niyə polis olacaqsan? Kimləri tutacaqsan, kimləri tutmayacaqsan? Pis adamlar tutacaq. Aha. Hırsızlar tutacaq. Oğruları tutacaqsan, pis adamları tutacaqsan. Aferin. Mələk, bugün bilirsən, bəs səni nə xoşbəxt edir? Polis. Polis olmaq xoşbəxt edir səni. Sən burada çox dostların var.
Hə. Çox. Hamı ilə dostsan? Hə. Yaxşı, ən çox nə yeməyi sevirsən? Hansı yeməyi daha çox sevirsən? Hamısı yeməyi, əti. Əti, aferin sənə. Mələk marojna yeməyi sevir. Biz sənin üçün marojna da gətirmişik. Yeyəcəksən, onda çəkilişdən sonra gedib yeyərsən. Bugün bilirsən, uşaqlar günüdür. Mən səni təbrik edirəm. Və sənin üçün kiçik belə hədiyyə gətirmişik. Bax, burada sənin adın da yazılıbdır. Buyur. Açıb baxarsan, yaxşı? Sən sağ ol, gözəm. Kameraya bax. Əl elə kameraya. Olar mən səni qucaqlayım, öpüm. Növbəti qonağım, o da istərdim ki, özünü təqdim etsin. Adın nədir sənin? Zəhra. Zəhra, neçə yaşın var? 7. 7 yaşın var. Nə gözəl qızsan, maşallah. Zəhra, böyüyəndə nə olmaq istərdin? Polis. Polis. Ay maşallah, bu günlərim ikinci qızımızdır, polis olmaq istəyir. Niyə polis olmaq istəyirsən? Polis olmaq mənim ən böyük hayalimdir. Arzundur. Polis olanda nə edəcəksən Zəhra? Pis adamlar tutacağam, ağlar tutacağam. Yaxşı. Bəs Zəhra, dərs oxumağı sevirsən? Bəli. Hansı fəni ən çox sevirsən? Riyaziyyat. Riyaziyyat, maşallah. Bu da növbəti uşağımız riyaziyyatı çox sevir. Zəhra, bəs rəqs etməyi, şəkil çəkməyi də sevirsən? Bəli. Burada çox dostların var sənin? Bəli. Var. Nə edirsiniz gün ərzində burada? Gün ərzində həm dərs oxuyuruq, həm Elnur müəllimənin otağında əl iş eləyirik. Ay maşallah. Var sənin əl işin? Bizə sonra göstərərsən, nəsə kiçik bir şey. Yoxdur? Var? Yoxsa ev yoxdur, göstərərsən. Biz bir yerdə gedib baxarıq həmin otağa. Yaxşı? Zəhra, bu günlərim uşaqlar günüdür. Mən səni təbrik edirəm. Və sənin üçün kiçik belə bir hədiyyə hazırlamışıq. Burada da sənin adın qeyd olunubdur. Yaxşı? Sonra baxarsan, ümid edirəm ki, çox sevinəcəksən, çox bəyənəcəksən. Kameraya baxıb əl eləyə bilərik bir yerdə. Növbəti qonağımız, çox balaca bir qızımız var. İstəyirəm özünü təqdim etsin. Adın nədir sənin? Günel. Güney neçə yaşı var? 5 yaşı var. Aferin. Güney, nə qəşəng qızsan sən. Güney nə oynamağı sevir? Oyun oynamağı sevirsən? Oyuncaqların var. Hansı oyuncaqlar oynamağı sevirsən? Kuklalar. Kuklarla, hansı kuklalarla? Güney, mən də sən kukla gətirmişəm, ən sonda verəcəm. Yaxşı. Güney bağçaya gedir. Nə edirsən? Bağçada nə öyrənirsən? Dərs oxuyuram. Dərs oxuyursan, oxuya bilirsən, öz adını yaza bilirsən, Günel. Aferin. Günel, böyüyəndə nə olacaqsan? Diş həkimi. Sən də diş həkimi olacaqsan. Kimin dişlərini düzəldəcəksən? Kəmal nənənin dişlərini düzəldəcəksən, hə? Sən çoxlu konfet yeyirsən? Yox, bir dənə. Bir dənə yeyirsən? Aferin Günel. Bilsən də çox konfet yemək olmaz. Günel, bugün uşaqlar günüdür. Mən sən bayramını təbrik edirəm və sənə kiçik belə bir hədiyyə gətirmişik. Baxarsan, yaxşı? Kameraya bax, Günel. Əl elə kameraya baxıb. Növbəti qonağım Zəhradır. Mən istəyərdim Zəhra özün daha yaxşı təqdim etsin. Buyur Zəhra. Neçə yaşın var sənin? 12 yaşım var. 12 yaşın var. Zəhra, necə hiss edirsən özünü? Bura necədir? Bu ortamı bəyənirsən? Günləri necə keçir burada? Günlərim oynamaqla keçir, sevinclə keçir. Yəni yaxşı keçir. Yaxşı, podruqaların çoxdur, rəfiqələrin çoxdur. Hansı fəni daha çox sevirsən? Tarix. Tarix, ay maşallah. Böyüyəndə nə olmaq istəyirsən? Böyüyəndə polis olmaq istəyirəm. Sən də polis olmaq istəyirsən. Sən niyə polis olmaq istəyirsən Zəhra? Niyə tarix müəlliməsi olmaq istəmirsən polis? Və polis qoruyur falan. Ona görə polis olmaq istəyirəm. Polis qoruyur ona görə. Sən bilirsən də insan özü-özünü də qoruya bilər. Sən böyüyəndə özünü də qoruyacaqsan. Bilirsən bunu? Zəhra, sən özünü necə təsvir edirsən? Yəni necə özünü, xəyalların necədir? Böyüyəndə nə olmaq istəyirsən? Polis olmaq istəyirsən? Ondan başqa necə təsvir edirsən özünü? Həyatın necə olacaq? Həyatım elə təsvir edirəm ki, gözəl keçəcək. Gözəl eləməyə çalışacağam. Hər şeyi düzəltməyə çalışacağam. Ona görə birinci çox oxuyacaqsan, bilirsən. Və böyüyəndə özünü qoruyacaqsan və həyatın da çox gözəl olacaq. Düzdür? Nəsə demək istəyirsən kameraya baxıb burdan? Buradan demək istəyirəm ki, bura yəni çox gözəldir. Yəni burada öz evin kimi hiss edirsən. Öz evin kimidir, yəni burada
Burada bizim bir evimizdir. Ona görə də bura çox gözəldir. Və burada uşaqlarla bir-biriniz çox yaxşı. Zəhra, bu gün Uşaqlar günüdür. Mən səni təbrik edirəm. Sən çox xoşbəxt olacaqsan. Mən buna inanıram. Sən böyüyəndə özünü qoruyacaqsan və bütün arzularına çatacaqsan. Bu kiçik hədiyyə bizdən sənin üçündür. Onlar səni qucaqlayır. Növbəti qonağım, o da istərdim özünü təqdim etsin. Adı nədir sənin? Melisa Melisa neçə yaşı var? 8. 8 yaş var. Melisa, sən nə gözəl qızsan. Nə qəşəng sən xalın var gözün üstündə. Melisa, burada necə keçir günü? Çoxlu dostların var. Bəli. Melisa ən çox nə xoşbəxt edir? Ən çox Kəmal xanım. Kəmal nənə səni çox xoşbəxt edir. İşləndirirsən Kəmal xanımı. Bəzən olur. Nə? Bəzən işləndirirsən Kəmal xanımı, yoxsa yox? Yox. Böyüyəndə nə olacaqsan Melisa? Böyüyəndə müəllimə. Mən istərdim Melisa öz arzusundan danışsın. Ən böyük arzun nədir sənin? Ən böyük arzum Müəllimə olacaqsa ondan başqa məsələn. Nəyi daha çox istəyirsən? bacıma baxmaq. Bacına baxmaq. Bacının adı nədir? Səkinə. Səkinədir. Sən ondan böyüksən. Xeyr. Səndən balacasan. Öz bacını çox sevirsən. Bəli. Nə gözəl. Bilirsən, bugün Uşaqlar günüdür. Mən səni təbrik edirəm. Çox sağ ol. Sənin üçün belə kiçik bir hədiyyə var, Melisa. Buyur. Çox sağ ol. Sən sağ ol. Ümid edirəm ki, sən çox bəyənəcəksən hədiyyəni. Sən qucaqlaya bilərəm. Bəli. Kəmalə xanım, biz sizə təşəkkür edirik. Bu günləri, bu evinizi bizə açdığınız üçün, bu şəraiti yaratdığınız üçün sizə dərin təşəkkürümüzü bildiririk. Çox maraqlı bir uşaqlarla çəkilişimiz oldu və ən əsası da onu vurğulamaq istəyirəm ki, uşaqların bir-birini sevməyi, sevgi dolu bir-birlərinə bacı, qardaş kimi danışmaqları həqiqətən bunun səbəbkarı sizsiniz. Və hamısı Kəmalə nənə deyib müraciət etməkləri də çox böyük bir sevgidir. Bir daha təşəkkür edirik sizə. Sağ olun. Çox sağ olun. Ümidvaram ki, bizi izləyənlər ümumiyyətlə bu Uşaqlar gününə olan bir podkastdır. Bu layihə sırf onların üçün olan bir podkastdır. Bir həftə artıq olar sosial şəbəkəmizdə bu layihə haqqında storilər paylaşdıq və bizə dəstək olan hər kəsə təşəkkür edirik. Minnətdarıq. Ən böyük təşəkkür də sizə düşür. Və çox istərdim siz də qısa bir öz fikrinizi bildirsəydiniz, çox gözəl olardı. Mən sizə və sizinlə birgə bu podkastı, ümumiyyətlə bu tədbiri təşkil edən hər kəsə təşəkkürümü bildirirəm. Bizim üçün hər gün insanların, daha çox qurumların qeyd etdiyi 1 iyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiə Günü hər gün. Biz hər gün onların müdafiəsindəyik, hər gün onları sevgi ilə əhatə edirik, hər gün onların reabilitasiyasında daha irəli getmək uğrunda çaba göstəririk, mübarizə aparırıq və nəticəsini siz elə bu günləri çəkiliş zamanı uşaqlarla gördünüz. Bizim elə işimizin də əsası əlbəttə ki, sevgidir. Uşağın müdafiəsi deyəndə müdafiənin içində bir mərhəmət var, bir sevgi var, bir ona qayğı var, diqqət var. Və biz bunların hamısını bir sevgi sözünün ətrafında toplayırıq. Sevgi hər zaman insanların cəmiyyətdə formalaşmasına, ailə modelinin daha tutarlı olmasına çox böyük bir vasitədir. Və biz bu vasitəmiz olan sevgidən hər bir kəsə arzulayırıq. Arzu edirik ki, bütün evlər sevgi dolu olsun, bütün ailələr sevgi ilə övladlarını böyütsün və o zaman bir uşaq da diqqətdən kənarda qalmaz, bir uşaq da müəssisədə böyüməz. 1 iyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiə Günü mənim bircə çağırışım ola bilər ki, gəlin cəmiyyət olaraq elə edək ki, özgə uşağı olmayaraq hər bir uşaq doğma evində olsun. Təşəkkür edirəm sizə. Bizim qapılarımız hər zaman sizin timsalınızda bütün xeyrsevər insanların üzünə açıqdır. Gözümüz üstə yeriniz var. Nə vaxt istəyirsiniz? Müxtəlif səpkili uşaqların müdafiəsi istiqamətində, yaradıcılığı istiqamətində
hansı bir fəaliyyəti həyata keçirmək istəyirsinizsə, biz canla başla buna hazırıq. Elə bizim podkastımız gedə-gedə səsi eşidirsiniz. Orada yoga dərsləri gedir. Bəli. Çox böyük canfəşanlıqla o dərsdə iştirak edirlər. Çox gözəl bir təşəbbüsdür. Həqiqətən mən özüm də gördüm. Çox gözəl bir qızlarımızın belə deyim də sağlamlığı üçün yoga dərsləri mütləq vacibdir və çox gözəl. Bunu gördüyüm zaman çox sevindim. Həqiqətən bir daha sizə minnətdaram. Çox xoş oldu. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bu podkast bizim üçün çox fərqli bir podkast oldu. Bizi izləyənlərin hər birinə təşəkkür edirəm. Bir daha bütün uşaqlarımızın Beynəlxalq Uşaqlar Günü münasibətilə təbrik edirəm. Bizi izləməyi unutmayın.